Əziz izləyicilərim, hər birinizi salamlayıram. Dim test topusu məhlullar bölməsinə baxırıq. Birinci sual, hansı maddə suda həll olunur? Uşaqlar, testə baxmamışdan əvvəl deyək ki, sulfat turşusunun 5 dənə duzu demək suda həll olunur. Onlardan biri barium sulfatdır, kalsium sulfatdır, stronsium sulfatdır, plübium sulfatdır və gümüş sulfatdır. Bir de bir şey deyim ki, natrium iyonu və kalium iyonu harda gördünüzsə, bu iyonların bütün duzları suda həll olur. Baxırıq, demək, birinci sualda baxın, A bəndində natrium sulfatı. Bayaq dedim, natrium iyonu harda gördünüzsə, onun bütün duzları suda həll olacaqdır. Kalium da eyni şəkildə, yenə burada natrium çıxırıq. Yerdə qaldı kalsium hidroksid ilə barium sulfat. Cavab barium sulfatdır. Baxın, çünki dedim, sulfat turşusunun 5 duzu suda həll olunur. İkinci, temperaturun azalması ilə qazların həll olması necə dəyişir? Qazların həll olması temperaturdan asılılığı necə idi? Temperatur artırsa, həll olma azalacaqdır. Tərs mütənasib asılılıqdır. Əgər temperatur azalırsa, qazların həll olması nə edəcək? Artacaqdır, cəbəndi. Üçüncü sual, təzyiqin artırılması ilə bərk maddələrin həll olması necə dəyişir? Təzyiq bərk maddələrə təsir etmir. Qrafik şəklində göstərsək, sabit olacaqdır. Dəyişmir, cəbəndi. Təzyiqin azaldılması qazların həll olmasını necə dəyişir? Təzyiq ilə qazların həll olması düz mütənasib. Təzyiq əgər azalırsa, qazların həll olması da azalır, cəbəndi. Beşinci sual, temperatur artdıqda hansı halda hər iki maddənin həll olması artır? Temperatur artırsa, həll olma da artırsa, demək bu söhbət bərk maddələrdən gedir. Çünki bərk maddələrdə temperaturla, KH ilə temperatur düz mütənasibdir. Və yaxud da bu şəkildə də göstərilə bilər. Yaxşı, biz bərk maddələri seçəcəyik. Qazda çıxdı, karbon qazı, qazda çıxırıq. Qazda çıxdıq, qazda çıxdıq. Cavab D bəndi. Kalium xlorid duzu ilə natrium bromid duzu. Altıncı sual, təzyiq artdıqda hansı halda hər iki maddənin suda həll olması artır? Təzyiq ilə düz mütənasibdirsə, yəni təzyiq artdıqda qazların da həll olması artır. Demək, baxacaq ki, bəndlərdə qaz halında olan maddələri seçək. Cavab Y bəndi. Yedinci, hansı maddələrin həll olması təzyiqdən asılı deyil? Təzyiqdən asılı deyilsə, bərk maddələrdən söhbət gedir. Qaz olanları çıxacaq. Çıxdıq, cavab Y bəndi. Baxın, kalium sulfat duzu, natrium nitrat duzu. Hansı halda maddələr suda həll olunur? Uşaqlar, baxın, kalium, natrium iyonu dedim, ammonium iyonu, bir də NO3-. Bu iyonlar bütün duzları nədir? Suda həll olur. Demək, kalium sulfid həll olur, ammonium sulfid həll olur. Yerdə qaldı 1, 4 həll olmayanlar. Debəndə, hansı maddələr suda həll olur? Kalium sulfid ilə ammonium sulfid 2, 3. Cavab B bəndi. Müxtəlifsiz, natrium hidroksidin suda məhlulu deyil. Natrium hidroksidin suda məhlulu həqiqi məhluldur. Bir də bir cinsli qarışıqdır. Yəni gözlə görünmür. 1, 4. Cavab Y bəndi. Növbəti suala baxaq. Müxtəlif cinsli qarışıqlar. Yenə həqiqi məhlul. Hidrogen xloridin məhluludur. Hidrogen xloridin məhlulu eyni bayaqçı sual kimi bir cinsli qarışıqdır, həqiqi məhluldur. 3, 4. Cəbəndə 20 dərəcə Selsidə hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olur? Uşaqlar, kalium sulfat həll olacaqdır. Bax, bayaq dedim, barium sulfat suda həll olunur. İçini çıxacaq, cavab 1 ilə 3. B bəndi. Növbəti suala baxaq. 20 dərəcədə hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olur? Eyni ilə. Baxın, plübium sulfat həll olunurdu. Baxın, yazmışdım burada. Natrium sulfatla sink sulfat 2, 3. Cavab A bəndi. 14-cü suala baxaq. Həll olma əmsalı nədir? Həll olma əmsalı
Aha, müəyyən temperaturda 1000 ml həllediicidə doymuş məhlul əmələ gəlməsi şərti ilə maddənin qramlarla miqdarıdır. C bəndi. Həll olunma əmsalının vahidi qram bölünsün litrdir. Cavab D bəndi. 16-cı suala baxaq. 170 qram suda. Yaxşı. Uşaqlar, baxın, məsələni ilk dəfə oxuyan zaman verilənləri yazırsınız. Şərtdə nələr verilib yazırıq. M suyumuz nə qədərdir? 170 qram. 112 litr amonyak. Amonyakımız neçə qramdır? 17 qramdır. Demək, 22,4 litr amonyakımız 17 qramdırsa, 112 litrimizdə ikisidir. Birinci litri qrama çevirək. Nə qədər eləyəcək? 112 vurulsun 17, 224-də 10. Bunu adi kəsirə çevirdim ki, asan olsun. İxtisarcıda hesablayaq. 5, 85. Demək, həll olan maddəmiz də 85 qram oldu. M həll olanımız da 85 qram oldu. Bizdən nəyi soruşur? Həll olma əmsalı. KH bərabərdir. M həll olan maddə bölünsün M su vurulsun 1000-dir. Həll olma əmsalının düsturu. Bunu əsasən hesablayaq. Həll olan maddəmiz nə qədərdir? 85 qram. Suyumuz 170 qram. Vurulsun 1000. Yaxşı, bu 85 ilə 170 ixtisar gedərik. 2, 500 qram. Bölünsün litr. 500 qram bölünsün litr. Cavab C bəndi.